Soruşanda ki, xanım sizin gündəlik hərəkətiniz nə qədərdir? Bütün günü oturmuram. Bütün günü hərəkətdəyəm. Yaxşı, çəkiniz bu haqda danışmır axı. Ola bilsin ki, sizin bütün günü oturmamağınız üçün bədəniniz, məsələn, 450 kalori xərcləyir. Bütün gün ərzində sizin oturmamağınız üçün 450 kalori xərclənir. Və oturmayıb ayaq üstə həmin o 450 kalorini xərclədiyinizlə 1000, 2000, hətta 3000 kaloriya qədər onu ağzına at, bunu ağzına at, onunla otur ye, uşaqla bir ye, ərlə bir ye, qohumla bir ye, filankəslə bir ye. Bütün gün ayaq üstəsən, tamam, amma bədən nə qədər enerji sərf edir sənin bütün günü ayaq üstə olmağına və sənin gün ərzində qəbul etdiyin enerji nə qədərdir? Gəlin bunları yan-yana qoyaq, görək sənin hərəkətin, sənin arıqlamağın üçün yetərlidirmi? Sən getsən idman zalına, ağırlıq məşqi, kardio, velosiped, velotrenajör, veloxizək, hərəsində 25-25 dəqiqə istifadə eləsən onlardan, 1200 kalori bir məşqə yandırsan və qəbul etdiyin kalori, xərclədiyin kaloridən daha az olsa, gəl gör arıqlayacaqsan yoxsa yox.